Son illər ölkədə artan qiymətlər fonunda pensiyaların real alıcılıq qabiliyyətinin azalması ciddi müzakirə mövzusuna çevrilib. Sosial təminatın maaş artımına, yoxsa inflyasiya səviyyəsinə uyğunlaşdırılmalı olduğu haqqda müxtəlif yanaşmalar irəli sürülür. Yeni Sabah məlumat verir ki, pensiyaların hansı meyarlara əsasən hesablanmalı olduğu ilə bağlı konkret nöqtə azı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövcud indeksləşmə mexanizmlərindən və gözlənilən dəyişikliklərdən danışarkən bildirib. İqtisadi güc və inkişaf səviyyəsi birbaşa olaraq maaşların və pensiyaların artımına təsir göstərir. Hazırda Azərbaycanda hər il əvvəlki illə müqayisədə orta aylıq əmək haqqının məbləği nəzərə alınır və artım faizi indeksləşdirilir. Məhz bu indeks əsasında həm əmək haqqları, həm pensiyalar, həm də başqa sosial müavinətlər artırılır. Vüqar Oruc əlavə edib ki, ötən il bu indeksləşmə 9,2% təşkil edib və cari il ərzində də maaşların, pensiyaların və müavinətlərin bu istiqamətdə artırılması gözlənilir. Əsas qaydalara görə minimum əmək haqqı orta əmək haqqının yarısından aşağı olmamalıdır. Hazırda bu göstərici təxminən 500 manatdan 550 manata qədər civarındadır. Pensiyalar isə adətən minimum istehlak büdcəsinə uyğun şəkildə hesablanır. 2026-cı il üçün yaşayış minimumunun ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat səviyyəsində müəyyənləşdirilməsi nəzərdə tutulur. Vüqar Oruc bildirib ki, gözlənilən əsas məqam pensiyaların minimum həddinin minimum istehlak büdcəsinə uyğunlaşdırılmasıdır. Bununla belə, ölkədəki qiymət artımı fonunda istər pensiyaların orta həddi, istərsə də minimum əmək haqqı məbləğlərinin mövcud qiymətlərlə müqayisədə kifayət qədər aşağı olduğu da diqqət çəkir.